Fevralın 22-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az sıçqınlı olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civestonundan 762 mm civestona inəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti. Dağlarda gecə 3 dərəcə, şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.